cin, şeytan, göze görünməz qara qüvvələrin mövcudluğunu elm inkar etsə də, din onların mövcudluğunu təsdiqləyir. Müəyyən insanlar isə nəinki mövcudluğunu, hətta onların insan bədəninə daxil olaraq ciddi xəstəliklər törətdiyini də iddia edir. Bu mövzuları silsilə şəkildə müzakirəyə təqdim edən el içində verilişi bu dəfə qara qüvvələrlə mübarizə yolu ilə insanları müxtəlif xəstəliklərdən sağaldan müəyyən şəfa vericiləri aşkara çıxartdı. Verilişdə qonaq olan Məhəmməd Bazaroğlu ruqiyyə üsulu ilə, yəni Quran ayələri vasitəsilə xəstə insanın bədənindən cini çıxartdığını iddia edir. El içində verilişinin çəkiliş heyəti bu prosesin şahidi oldu. Orada baş verənləri sizə şərhsiz təqdim edirik. Görəcəkləriniz inanılmazdır. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. Sen kimsen? Kimsendi? Kimsin sen? Okumuram değil mi? De okumuram. Saklayacağım. Kim olduğunu de bana. Allahu Ekber. Bilmirsen adını? Gel. Yaxşı. Ne işin var bu kızın canında? Ne vakit girmişsen kızın canına? Neçə il evvel? 9 yıldır canındasın. Nice gelmişsen de kim gönderip seni? Ne için gelmişsen bunun canına? Uzaktan gönderdim. Kim gönderip? Kızın arasında oturmuşsan? Başında. Başında. Ona ne problemler yaratmışsın diyece? Çok. Ne kimi? Saylaştır bir iki tanesini. Bir okuyacağım da sen şeylemirsen. Düzdümürsen. Allahu Ekber. Allahu Ekber. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Nasıl görürsünüz? Ne seviyorsunuz? Nice görürsün onu? Atraflı danış. Euzubillahimineşşeytanirracim. Bilmirəm Həcdir, bilmirəm Kərbaladır, bilmirəm. Euzubillahimineşşeytanirracim. Kim var orada? Euzubillahimineşşeytanirracim. O kişiyi görmüşsen bundan evvel sen? Hə. Harada görmüşsen? Eleməkdə. Bundan evvel sen uykularında falan görmüşsen o kişiyi? Hə. Görmüşsen. De ona ne istersen benden de. Euzubillahimineşşeytanirracim. Min hamzihi ve nefhihi ve nefsih. Tevrate vel İncil. Musaddikan lima beyne yedeyhi. Yaxşı, kimsin sen? Sen adın nedir? Həzrəti Yusuf. Yaxşı. Kızın canında ne işin var Hazreti Yusuf? Ne işin var burada? Bu kızdan ne istiyorsun? Ne bileyim? Ne gezirsen bunun bedeninde oturmak haram olduğunu bilmirsen? Hı? Mən onda oturmamışam. Yox, mən də qıraqdan baxıram ona. Qıraqdan baxırsan, dilinə necə danışırsan onun? Onda qadındır. Hə? Onda qadındır. Mənlə danışan kimdir? Həzrəti Yusuf. Hazreti Yusuf rahmete gideli, Allah Teala onun vefat edeli ne kadar oldu? Sen burada niye yalan diyorsun indi? Yalan danışmak yaraşır mı sağ Hazreti Yusuf'un adından? Utanmırsan? Utanmırsan? Mən Həzrəti Yusuf'am. Zalimlik gelirsin de bu adamın zarar verirsen sen bunun canında oturdukça. Mən ona zərəri vurmuram. Harasında oturmuşsan? Mən qıraqdan baxıram. Qıraqdan baxırsan ama da içerisinden danışırsan da bu danışan kimdir? Necə olub bu? Hemen o yuxularına girerim. Yuxularına girirsən. Ne deyirsən yuxularında ona? Hiçbir şey. Senden başka kim var burada? Qadındır. Kadındı. O kadın kim olur? O qadın şeytandır. Sen kimsin? Mən Həzrəti Yusuf. Ha, neçə saat dözebilirsin bu Kur'an dinlemesine? Ömrümün axırına kimi. Dözebilirsin. Bu çok iş ister yani aslında bunu teslim almak için. Bizden danışan kimdi biraz evvel? İşittin onları. Birini eşittim, Həzrəti Yusuf'u gördüm mən. Gördün. Hə? Bu Hazreti Yusuf bundan evvel gelirdi sana uykularında. Yuxuma gəlirdi. Ne derdi sana gelende? Hiçbir şey. Yani ne istiyordu, ne sesa informasiya verirdi? Üzüme gülüp çıkıp gelir. Yüzüne gülüp çıkıp gelirdi. Canında ağrılar falan var mı? İndi yüngülləşmişəm. İndi yüngülləşmişsən. Evvel ağrılar var mı da? Var idi. Ha, şimdi o ağrıların sebebi demek ki ne? Onun bedende oturmasının sebebidir. Bundan başka neler olur bu yuxularınızda? Yuxumda
Kərbalaya getmişəm. Yuxumda həcə getmişəm. Böyle Hazreti Yusuf kimi, böyle büyük simalar kimi görürsən? Simalar görmüşəm, Məhəmməd Peyğəmbərini, Başqa? Fatma-i Zəhranı, Başqa? sonra Allah Taala'nın özünü. İnsan uykularını araştırmamız şüphesiz ki o adamda herhangi bir kara göbelerin oturduğunu uykularından biliriz. Şəfa verici Məhəmməd bəy hətta insan bədənində cinin varlığının əlamətlərini də sadaladı. Qorxu, heyecan, uyku kaçmaları, yata bilmemek, yatağında kabuslar görmek. Bazen kabus da değil, Kur'an okumak da olur uykuda. Sen Kur'an okuyabilmişsen, Kur'an okuyursan, mescitleri görürsen, uykuda uçursan, özünden gitmeler, bayılmalar ve ağrılar, bedende şişler. Bir adam geldi, zor vardı. İşledik bunun kimi, yokladık, çıktı danıştı. Dedim sen arasında oturmuşsan, bir boğazımda, parmağımla gösterdi. Dedim bu zobun içinde sen oturmuşsan, dedi ha. Ne vakit onu işledik böyle okuduk. Okuyandan sonra çıktı gitti. Korunmasız olanda, dua eləməyəndə, Allah'a zikir eləməyəndə o insanların canına daha çok girirler. El içində verilişinin digər qonağı şəfa verici Aidə xanım tibb elmi qarşısında bir çox suallar doğuran epilepsiya xəstəliyini müalicə etdiyini iddia edir. Bu qabiliyyətin ona yuxuda verildiyini deyən Aidə xanım ATV kanalında yayımlanan Çal-Çağır verilişində müalicə üsulunu kameralar önündə nümayiş etdirdi. Problem sizdə nə qədər vaxtdır? Mən hardasa 15 ildən artıqdır epilepsiya xəstəliyi çəkirəm. Bu ağrıdan İranda, Rusiyada, Leningradda, Moskvada müalicə götürmüşəm. Hətta Rusiyanın Kaliningrad şəhərində başımdan əməliyyat olmuşam. Ancaq xeyrini görmədim. Mən burada təəccübləndirən bilirsiniz nədir? Aidə xanımın dayanmadan gözlərindən su axır. Başında ağrılar var idi, nisbətən yüngülləşirəm. Beləliklə, hər iki insanın gözə görünməz qara qüvvələri bədəndən xaric edərək insanlara necə şəfa verdiklərini sizə əyani surətdə təqdim etdik. Bu gördüklərinizə inanıb inanmamaq isə sizin öz qərarınızdır. Verilişin baş sponsoru